Mən sübut eləyəcəm ki, 30 gündə bədən formasını dəyişmək mümkündür. 30 günlük dəyişim yolunun ilk günü sona çatdı və baxmayaraq ki, aclıq hissi bu gün məni tərk etməyib, mən özümü normal hiss edirəm. Aclıq hissinin yaranma səbəbi də mənim normal həmişəki kimi qida planımdan uzaqlaşmağımdır. Əvvəl gözüm nə görürdü, yeyirdim, sərbəst idim, rahat idim, amma başa düşdüm ki, bu çox dərin bir quyuya məni aparır. Və ilk dəyişməli olduğunuz bir şey sizin qidalanmağınızdır. İkinci aktivlik. Bugün məşq etmişəm və 10.000 addım atmışam. Və deyərdim ki, bunu mütləq şəkildə 15.000 addıma artırmalıyam. Nəticədə 30 gün sonunda real və gözəl bir nəticə göstərməyəcək. Və sonuncu yuxu. Nə qədər tez yatsaq, bir o qədər də məsləhətlidir. Çünki gecə saatlarında yatdığımız yuxu bizə qat-qat daha faydalıdır, nəinki gün açılanda. Yəni belə deyim, gecə vaxtı yatdığımız 5 saat gün çıxandan sonra yatdığımız 8 saatdan daha faydalıdır. Və sonda bir şey demək istəyərdim. Mən sübut eləyəcəm ki, 30 gündə bədən formasını dəyişmək mümkündür və bütün yolu sizə göstərəcəm.